Bizim elektron kabinetimizdə bu görürsünüz burada əsas səhifə var, məktublar var, məktublar bölməsi vasitəsilə vergi orqanı bizə məktublar göndərir, biz vergi orqanına məktublar göndəririk. Daha sonra görürsünüz burada yenə bir məktub gəlib, hə, anket doldurmaq lazımdır. Hə. Yəni vergi orqanları ilə, əməkdaşları ilə məktublar vasitəsilə biz yazışa bilərik. Təkcə vergi orqanları vasitəsilə yox, ha. Eyni qədər digər vergi ödəyicilərinə də biz bu bölmə vasitəsilə yazışa bilərik. Yazışma imkanımız var. Yəni məktublar, kargüzarlıq. Sonra gəlir bəyannamələr. Bizim vergi hesabatlarımız bu bölmədən hazırlanır artıq. Artıq onlayn bəyannamələr. Əvvəllər bizim offlayn bəyannamə hazırlamaq imkanımız var idi. Amma indi bütün bəyannamələr onlayn şəkildə burada hazırlanır. Bəyannamələr yəni vergi hesabatları. Elektron qayma fakturaları bölməsi var. Elektron qayma fakturalar. Yəni ki, gələn və göndərilən qayma fakturalardan ibarətdir. Gələn qayma fakturalar o deməkdir ki, biz kimdənsə almışıq, mal, bizim kreditorlarımız mal almışıq, bizə qaymə göndərirlər ödəniş üçün. Prosta ödəniş üçün yox, sadəcə təsdiq edici sənəddə də ödəniş üçün biz bir iki hesab faktura var. Demək, qaymə göndərirlər, mal almışıqsa, xidmət almışıqsa, misal üçün bizə Sokardan benzin alırıqsa, Sokar bizə qaymə vurur. Və yaxud da azər işıqla müqavilə bağlamışıqsa, kommunal xərcləri bizə qaymə vasitəsilə gəlir. Daha sonra padratçılardan mal material alırıqsa, bizə qaymə vururlar. Yəni gələn qaymələr bizim alışlarımızdır. Göndərilən qaymələr isə əksinə bizim göndərdiyimiz qaymələrimizdir, bizim satışlarımızdır. Başa düşdünüz? İndi biz qayməyə aid bizim ayrıca bölməmiz var. Harada ki biz sizinlə qaymələrin tərtib edilməsini də öyrənəcəyik. Qaymələr necə tərtib edilir və s. Burada elektron qaymə faktura illərə görə baxa bilərsiniz. Məsələn, 2024-cü ildə göndərilən qaymə fakturalar, 2023-cü ildə. Yəni burada illərə görə də biz o alış və satışlarımızı görə bilirik. Yəni ki, görürsünüz ki, bizim birinci alış və satışlarımız hardadır? Elektron qaymə fakturalardadır. Sonra ərizələr, müəyyən ərizə formaları var. Bu ərizələr formalarını biz burada görə bilirik. Bunlarda biz hamısını keçəcəyik, hamısına baxacağıq. Hamısına ən əsaslı, ən əhəmiyyətlərə hansılar ki lazımdır. Və ödəniş sistemi var. Ödəniş sistemi biz bütün vergi borclarımızı, sosial borclarımızı buradan biznes kart vasitəsilə ödənişlərimizi həyata keçirə bilərik. Ümumiyyətlə, sizə bir söz deyim. İstənilən bir vergi ödəyicisinin elektron kabinetinə daxil olandan sonra siz vergi ödəyicisi haqqında ümumi məlumat ala bilərsiniz. Misal üçün, buradan sağ tərəfdə görürsünüz ki, şirkətin adı, rəhbərin adı, və və hansı tarixdə qeydiyyatdan keçib. 2022-ci ildə qeydiyyatdan keçib. Yəni 2022-ci ildə bu şirkət artıq vergi ödəyicisidir. Gəlirik bura, şəxsi